Her zaman sizinle, her zaman efirde. O Radyo Az, O Radyo Az. Əziz O Radyo Az dinləyiciləri, əslində artıq dinləyicilər deyil, həm də tamaşaçıları salamlamalıyam. Belə ki, O Radyo Az internet radiosu bugündən etibarən öz fəaliyyət sferasını biraz daha da genişləndirir. Belə ki, daima bizim efirimizdə səsini eşitməyə alışdığınız DJ-ləri artıq audio versiyada deyil, hətta video formatda da görmək imkanına malik olacaqsınız. Onların aldığı müsahibələrə siz də, belə deyək, qarşı tərəf qismində çıxış eləyə biləcəksiniz. Bunun üçün sadəcə olaraq şəhərin müxtəlif istiqamətlərində, belə deyək, Fəvvarilər meydanında, Malakan bağında, Nərmanov parkında, şəhərin müxtəlif isə hətta Dənizkənarı Milli Parkda belə bizə rast gələ bilərsiniz. Bizim kameranı gördüyünüz anda böyük məmnuniyyətlə yaxınlaşıb bizə öz müsahibələrinizi verə bilərsiniz. Müsahibələrin formatı demək olar ki, hər dəfə müxtəlif formatlarda olacaq, yəni standart olmayacaq. Çəkilən bütün videolara isə bizim rəsmi orradio.az internet səhifəmizdə, habelə rəsmi Facebook səhifəmiz olan facebook.com/orradio.az səhifəsinə daxil olub baxa bilərsiniz. Elik demişkən, YouTube-da qardaşdır. Yəni həmin səhifədə də bütün videolara baxa bilərsiniz. Yəni bir sözlə, O Radyo Az artıq yalnız internet radio olmaq formatından qırağa çıxıb və bunu da ilk dəfə olaraq Azərbaycanda internet məkanında orradio.az etdi sizlər üçün. Ümid edirik ki, bütün yenilikləri bizdən gözləyirsiniz və bütün yenilikləri bəyənirsiniz. Odur ki, çəkilişlərimiz başladı. Hər kəsə uğurlar. Özü təqdim edəcəm. Hüseynov Eygün. Lap yaxşı, şad oldum. Biz O Radyo internet radiosundan sizə belə deyək də, narahat edirik. Bir neçə sual vermək istəyirdim. Məktəbi nə vaxt bitirmisiniz? 2010-cu ildə. Ümid edirəm, elementar məktəb biliklərindən yadınızda nəsə qalıb da, biraz yoxlamaq istəyərdik. Nə istəyirsiniz, nə sual vermək istəyirsiniz? İlk sualım ədəbiyyatla bağlı olacaq. 12-ci əsrdə Azərbaycan ədəbiyyatında məşhur sima olub Nizami Gəncəvi. Yox, dərin sual deyil. Nizami Gəncəvi. O haral olub? Ağzında deyirsən Nizami Gəncəvi, demə Gəncəvi. Super. Gəncəvi. Yəqin ki, Gəncəli. Yəqin ki, yoxsa əminsiniz? Əminəm. Okey. Gəncəli. Mirzə Ələkbər Sabir. Adı nə olub? Mirzə Ələkbər Sabir. Sabir də. Adı? Mirzə Ələkbər Sabir. Tam üçü də bir yerdə Mirzə Ələkbər. Yəni pasportu olsaydı Mirzə Ələkbər Sabir. Bəli. Deyim ki, sənə yadımdan çıxıb, dəqiq yadımda deyil. Onu deyə bilməyəcəm. Amma məsələn oxumuşam dəqiq ki, məsələn bu yaxınlara kimi yadımdaydı, yadımdan çıxıb deyə bilməyəcəm. Mirzə. Sabir. Mirzə yoxsa Sabir? Maraqlı sualdır. Mirzə Ələkbər Sabir. Yəqin Mirzə Fşotik. Okey. Salam əziz O Radio dinləyiciləri. Bu mənim DJ-lik, adətən səsimi eşitməyə öyrəşmisiniz, amma bugün nədirsə bilmirəm, bu Vaqif qardaşın nə problemidirsə mənim üzümü görürsünüz. Düzdür, mən bu haldan, necə deyim, vəziyyətdən razıyam. Deyirəm, bir şəhərə göz ataq görək nə var, nə yox şəhərdə. İnşallah yaxşı olacaq. Salam əleykum. Əleykum əssalam. Buyurun, özünüzü təqdim edin. Cavid. Cavid, neçə ildir məktəb qurtarmısan? 2008-də. Artıq bir 5 il var. Məktəbdən yadında nələrsə qalıb? Qalıb. Məsələn, ədəbiyyatla aran necə olub? Pis. Çox pis olub. Dərsə girmirdim. Ya onda sənə bir belə sual verək də. 12-ci əsrdə Azərbaycan ədəbiyyatının ən tanınmış Nizami Gəncəvi. Ay sağ ol. Haraldır? Nizami Gəncəvi haraldır? Azərbaycan nə deyək də Azərbaycanlıdır? Yox, əslən haraldır? Əslən, ləqəbi Gəncəvidirsə Gəncədən olar da. Ay sağ ol. Bəs, yəqin tanıyarsan da bizim bir yazısımız da var, satirik. Hansı ki, söhbət Mirzə Ələkbər Sabirdən gedir. Onun adı nədir? Bilmirəm, onun təxəllüsü biləm onu, bilməm adını. Sabir. Keçək növbət suallarımıza. Belə ki, növbət sualımız Azərbaycan dili, ümumiyyətlə dillə bağlıdır. Azərbaycanda neçə əlifbasında, neçə hərf, neçə səs var? 34 səs var, 32 hərf. Maşallah, deyirsən neçə bilmirəm. Bəs Çinlilər hansı dildə danışır? Çinlə Çin dillə danışır da qəş. Ay sağ ol. Yox, nəsə var səndə. Keçək növbət sualına.
Vəbşə musiqinin aran necədir? Baxır musiqiyə də, qış. Musiqiyə baxır. Elə özün məşğul olmursan? Yox. Allah, o qədər şou biznes adamı qoyublar mənim məşğula. Yəni onlar olmasaydı sən məşhur olacaqdın da. Ay yox, qış bizim yerimiz deyil ora. Onda sən belə bizə elementar bir iki suala cavab ver görək. Notlarla aran vəbşə belə bilirsən də yəqin notları. Bilirəm, 7 dənə not olmalıdır. Hansılardır? Mənim. Do, re, mi, fa, sol, la, si. O birisi bilmirəm. O birisi mi? Artıq 7-yə çatmışdıq. Bəs gəl bir dənə də coğrafiyadan sual verək. Belə ki, Dubayın paytaxtı haradır? Dubayın paytaxtı qaqa, Dubay özü paytaxtdır da elə. Doğrudan. Haranı? Mən bilən elədir səncə? Haranı? Birləşmiş Ərəb Əmirliyi. Əssalam. Dillə bağlı suallarımıza. Azərbaycan dilində neçə hərf, neçə səs var? 32 hərf var, 33 səs var. 32 hərf var, 33 səs. 32 hərf 30 səs. 32 hərf, 30 səs. 2 dənə hərf səslənmir də, yəni onlar sadəcə görüntü xarakteri daşıyır. Belə başa düşdüm. Yəni 23 samit var, 9 da sait var. Belə olmalı. Toplam 32. Bəli, belə olmalı. Bu hərflərin sayılır. Bəs neçə səsimiz var? Dimdə sənə 4 səs var, ya belə cəmi oxşum saitdir də o 4 səs, 5 belə nəsaba belə bir şeydir. Dəqiq yadımda. Bu suala cavab verməyəcəm. Çinlilər hansı dildə danışır? Çin dili. Dubaiın paytaxtı haradır? Dubaiın paytaxtı haradır? Necə olmur? Yox, ya, başdan sən də. Peki siz bilirsiniz? Çinlər İngilis. Çin dilində, Kitay. Çin dilində. Çin dilində. Bəs musiqi ilə aranız necədir? Musiqi ilə belə də hamı necə biz deyirək, xarici, necə deyim, xarici, Azərbaycan. Bu sadəcə elementar musiqi bilir. Neçə not var? Nə bilim qardaş, bilmirəm axı, sənin başıfədə. Çox. Onu tutayım da, belə saya bilərəm. Do, re, mi, fa, sol, la, si. 7. Saya bilərsiniz onları. Do, re, mi, fa, sol, la, si. Bəs arxa-arxaya saya bilərsiniz. Si, la, sol, mi, fe. 7. Saya bilərsiniz notları. Saya bilərəm. Do, re, mi, fa, sol, la, si. Bəs arxa-arxaya? Arxa-arxaya çətindir. Okay. Dubaiın paytaxtı haradır? Əl-Qaidə. Əl-Qaidə. Super. Dubayın paytaxtı Dubaydır da qardaş. Dubaiın paytaxtı Dubaydır. Dubay ölkə deyil axı onun paytaxtı olsun. Əminsiniz. Bəli. Dubay şəhərdir. Şəhərdir. Bəs hansı ölkənin şəhəridir? Birləşmiş Ərəb Əmirliyinin şəhəridir, şəhərlərindən biri. Okay. Əziz o radio az dinləyiciləri, reportajımız davam eləyir. Hal-hazırda Fəvvarələr meydanına doğru irəliləyir. Əslində doğru yox, mən arxa-arxaya irəliləyirəm. Kameramız qabaq-qabaq irəliləyir. Şəhərdə isə müsahibə vermək istəyən adamların həqiqətən də sayı çox azdır. Bu bilməm nəyə görədir. Əslində biz verdiyimiz suallar, yəni siz artıq özünüz də görmüsünüz ki, çox asan, bəsit suallardır. Lakin insanlar sanki kompleksə düşürlər, kamera xofu var. Əslində bir insan müsahibə verəndə hamı yaxınlaşır, amma kimisə təkildə çağıranda bu bizə əziyyət olur. Yəqin ki, bu gündən sonra bu bizim ilk çəkiliş günümüzdür. Bu gündən sonra mənə elə gəlir ki, artıq bizim rəsmi Facebook səhifəmizdə, saytımızda, həmçinin YouTube-da bizi görən insanlar artıq mənə elə gəlir bizim simalı yadda saxladıqdan sonra onlar özləri bizə yaxınlaşacaqlar. Odur ki, harada bizi görsəz, bizim kameramız hər zaman sizlər üçün çalışır. Buyurun. Qaracazın Malakan bağından müsahibələri davam edir. Bizim hal-hazırda yanımızda dayanıb. Eyvaz. Əli. Şad oldum inşallah sizi görməyə. Deməli, kimə verirəm sualı? Əliyə. Deməli, orta məktəbdə oxuyursan. Nəsə var? Nə mənada? Universitetə filan bağ. Universitetə verəcək imtahan. İnşallah xeyir olsun. Yoxlaya bilərik İngil var. Necə olacaq? Belə də ya, yaxşı olacaq inşallah. Təkər bizdən uzaqdadır. Deməli, o Azərbaycan dilindən başlayaq. Niyə ver də? Azərbaycan əlifbasında mənə gəlir əlifbanı bilmək borcumuzdur da. Neçə hərf var, neçə səs var? 33 dənə idi. 32. Auditoriyanın köməyi. Kömək eləyim də. Rus dilində 33. Rus dilində 30, Azərbaycan dilində 32. 32. Bəs səs? Səs Rus dilində biləm 42 dənə də, Azərbaycan dilində biraz aşağıdır. 40 olsun. Biraz da aşağı elədmi? 35.
Biraz da 26. 30 nə qədər oldu? 30 Allah xeyir versin. Allah xeyir versin. Razılaşaq. Ədəbiyyata keçək. 12-ci əsrdə Azərbaycan ədəbiyyatında məşhur bir sim olub. Nizami Gəncəvi. Hara oldu? Gəncədə. Aysa. Bəs Mirzə Ələkbər Sabirin adı nədir? Deyiriniz mırtdaşasın. Mirzə Ələkbər Sabir. Mirzə olar da yəqin ki, hə? Mirzə. Sabir yoxsa Mirzə? Sabir. Yaxşı, keçək coğrafiyaya. Coğrafiya. Aha, yaxşı. Nəsə irəliləyiş var. Xəyətdə yox, bir dənə sərqəqdim, yarpağı yox. Ya palaq adı deyil ki, Ya, yaxşı olacaq. Dubayın paytaxtı haradır? Dubayın paytaxtı? Abu Dhabi. Abu Dhabi. Şəhər deyil ki. Dubay Respublikası. Abu Dhabi deyil. Abu Dhabi. Emirat Respublikası. Dubay şəhəri. Abu Dhabi mənə atvikər. Razılaşaq. Abu Dhabi'dir Dubayın paytaxtı, yoxsa Dubay şəhəridir? Dubay Abidjan Arabski Emiratı, onun şəhəri də Abu Dhabi. Bəs salam şut tamam. 20 də yazmışam, gəl. Super. Musiqi nələr necədir? Musiqindən babat. Babat. Üzəri mahnılarını oxu deməyəcəm. Neçə dənə not var? Neçə dənə not? 7 dənə. Sən bilərsən var. Nuş saymıram. Do, re, mi, fa, sol, la, si, do. Arxa-arxa say. Nə qədər oldu la? Hə. Do, si, la, sol, fa, mi, re, do. Super. Təbrik edirəm səni. Musiqi, qardaş. Uğurlar sənə imtahanda. Sağ ol. Salam. Salam. Özünü təqdim edin zəhmət olmasa. Rustam Sultan. Şad oldum tanış olmamıza. Məktəbi nə vaxt bitirmisiniz? 96'da. 96'da. Nəsə məktəb biliklərindən falan yadda qalan bir şeylər varmı? Var. Var. Azərbaycan dili ədəbiyyat fənni ilə aranız necə olur? Это Азербайджанский язык мы на русском языке проходили. Литературу тоже на русском языке проходили. Да, проходили. Он из Гянджи. Süper. Mirzə Ələkbər Sabir. Не помню. Это Саудия. Ne kadar? Столицаdır da Dubai özü de. Столица. Nədən soruşdunuz? İndi deyəcəyəm. Подожди, не помню da другой какой-нибудь. Musiqi ilə aranız necədir? Yaxşıdır, özüm mən musiqi ailəsindən. Onda sizə Bizim tanınmış bəstəkarın Ravqacıvın nəvəsiyəm, sevgilim, saçlarına güldüzüm. Süper. Onda musiqi ilə sual verməkdən vaz keçdim. Şad oldum tanış olmamıza. Sağ olun, çox sağ olun. Budur, Targov ərazisində çəkilişlərimizi davam elətdiririk və yollanırıq hal-hazırda Azərbaycan Dənizkənarı Milli Bulvarına. Ümid edirik ki, oradakı müsahibələrdə hər biri ürəyinizcə olacaq. Odur ki, bizim ərazisi. Hal-hazırda Azərbaycan Dənizkənarı Milli Bulvardan çəkilişlərimiz davam edir. Mənim yanımda dayanıb Fədris Həsənov. Mən də Vaqif Hüseynov. Şad oldum tanış olmamıza. Park Bulvar əhlini. Bax, tək Park Bulvar əhlini də. Yəni burada Dənizkənarı Milli Parkı samlamışıq. Bütün Azərbaycan əhlini, bütün bizi dinləyənləri. Bəs baxanlar necə? Baxanlar da. Yaxşı. Orta məktəbi bitirmisən, yoxsa oxuyursan? Bitirmişəm, Dəniz Akademiyasında oxuyuram. Lap yaxşı, xeyirli olsun. Sual verə bilərəm bir neçədən sənə? Deməli, ədəbiyyatdan vermək istəyirəm sənə birinci sualımı. 12-ci əsrdə Azərbaycanda Nizami Gəncəvi adlı bir şəxs olub. Yəqin ki, adını eşitmisən. Eşitmişəm, bəli. Hara oldu? Nizami Gəncəvi. Gəncəvi. Haralı? Gəncəli. Gəncəli? Bəs Mirzə Ələkbər Sabirin adını eşitmisən? Bəli, eşitmişəm. Onun adı nədir? Mirzə. Mirzə Ələkbər Sabir. Mən vaxtım o yerə ki, bilmiyorum. Hələ bu il 6-ya keçirəm deyə ona görə. Bu il 6-ya keçirəm deyə bilmiyorum.
Keçməmisən hələ Sabiri. Keçmişəm, prosta indi bilmirəm, yadımda qalmır. Keçəndə bilirdin, indi bilmirsən. Sabir, Mirzə Ələkbər Sabir. Adı. Yox, adını bilmədim. Mirzə Ələkbər Sabirin adını eşitmisiniz? Onu da eşitdim ama haral olduğunu bilmiyorum. Onun haral olduğunu artıq soruşmuram, ama biraz çətindir sizin üçün. Onun adını soruşacaqdım. Nizami ne? Mirzə Ələkbər Sabirin adını. Onu vallahi bilemeyeceğim. Yəqin ki, ədəbiyyat fənnini Azərbaycan dili yanında olmasa təsəvvür etmək mümkün deyil də. Sizin yəqin ki, hər ikisini eyni müəllim dərsiniz. Bəli. Adı nə olur? Ədəbiyyat müəllimi. Hər ikisi. Dil ədəbiyyatın intisar müəllimi. Buradan salamlayırıq müəlliməni də, çox yaxşı bir şagird yetişdirib. Azərbaycan dilinə keçək. Azərbaycan əlifbasında neçə hərf var, neçə səs? 32 hərf var, 34 səs. Neçə dənə hərfimiz var? 32. Bəs neçə dənə səsimiz var? 21. Biraz da fikirləş. Yəni 20. 19. Biraz da fikirləş. 25. Neçə hərf var? 32 səhv eləmirəmsə hərf var. Səsi də səs. Neçə səs var? 32 səhv eləmirəmsə 12 olmalıdır. Bəs yaxşı, soruşaq və keçək ümummilli və ümummilli miqyasda. Çinlilər hansı dildə danışır? Çin dilində. Çin dilində. Keçək onda sizə bir dənə coğrafiyadan sual verim. Coğrafiya mümkündür? Mümkün. Dubai'nin paytaxtı haradır? Dubai'nin paytaxtı Dubai. Dubai'nin paytaxtı. Dubai. Yok Dubai. Dubai'nin paytaxtı baş şəhər hansıdır? Baş şəhəri Dubai. Hı. Özü Dubai. Dubai'nin baş şəhər özü Dubai. Tabii özü Dubai. Dubai'nin paytaxtı Birləşmiş Ərəb Əmirlikləri. Bilməm. Təsəvvürün yoxdur ümumiyyətlə? Bilməm. Kuba. Haranın? Dubai. Dubai. Paytaxtı Dubai. Dubai'nin paytaxtı. Dubai'nin paytaxtları Özü də Dubai. Dubai'nin paytaxtı özü. Musiqini aranızı necədir? Musiqi elə demək olar ki, öz ixtisası musiqi üzrədir. Onda musiqi suallarını verməkdən vaz keçirəm. Bəs sual edin ki, sayıydı bir daha saymaq idi. Yəqin ki, mənə elə gəlir yersiz olar bu sual sən vermək. Bu gün ayın neçəsidir? Bu gün ayın 15-i. Həftənin neçənci günüdür? Həftənin 6-cı günü. Bəs nə gündür bu gün? Bu günlərim şənbə günü. Yox, nə günüdür? Bayram günü. Musiqini aranızı necədir? Musiqi ilə belə də. Nə hamı kimi? Normal. Yaxşı. Meyxana stilə. Əsas meyxana. Və musiqidən neçə dənə not var? Musiqidən 7 olmalı. Saya bilərsən mi? 7 dənə. Do, re, mi, fa, sol, la, si. 7 oldu, olmadı? Do, re, mi, fa, sol, la, si. Oldu 7. Bəs arxaya saya bilərsən mi? Si, lo, biraz saçma. Si, lo, do, re, mi, fa, si. Süper. Minnətdaram hər-birinizə. Təşəkkürlər. Musiqinin aranız necədir? Yaxşıdır. Neçə not var? Vallahi bende özümde yok ama ben Türkiye'den Orhan Gencebay'ı mesela bizim Türk sanat müziklerini ne diyeyim diğer siz bilir misiniz bilmiyorum ama Ferdi Tayfurlar falan severim. Arabesk diller bizde. Bunların Arabeskin de böyüğü Türkiye'de İbrahim Tatlıses'in var. Yok, Arabesk'in en büyüğü Orhan Gencebay. Orhan Gencebay. Bu arkadaşın hemşerisizdir. Özü takdim edin. Ramazan'dır, Türkiye Samsun. Orhan Gencebay'ın da benim böyle komşumdur. Süper. Bizə Orhan Gencebay'ın diskini gələndə bir gətirə bilərsiniz? İnşallah. Yazılı avtograflı diskini. İnşallah. İnşallah. Artıq hava qaralmaqdadır, o radio az öz fəaliyyətini davam elətdirir. Şəhərdə insan axını getdikcə artmaqdadır, amma nədənsə hələ də kompleks insanlardır bizim ətrafımızda, yəni kameradan uzaq qaçan insanlar. Bilmirəm bu nədən irəli gəlir, sırf stereotip deyə, yoxsa kamera qorxusu, kamera xofu, amma biz hələ də öz müsahibələrimizi axtarmaqdayıq. Artıq Facebookda da elan vermişik, çəkiliş məkanları da artıq bildirilib. Mənə elə gəlir o Radio Azın öz dinləyiciləri gəlib bizi tapsalar və bizə yaxınlaşsalar daha yaxşı olar. Amma bu çəkilişlər davamlı olacaq. Odur ki, ümid edirik növbəti dəfələrdə artıq biz
özümüz kimlərsə yaxınlaşmalı olmayacağıq. Artıq insanlar özləri bizə yaxınlaşıb, özləri müsahibə vermək istəklərini bizə bildirəcəklər. Fəaliyyətimiz isə hələ ki davam edir. Dənizkənar Milli Bulvardan çəkilişlərimiz davam edir. Hal-hazırda arxada gördüyünüz konsert proqramında sırf Qurtuluş günü ilə əlaqədar təşkil olunub. Yanımızda hal-hazırda 3 yaxın qardaş var. Yaxın gəlin biraz mikrofona. Özü təqdim edin. Fariz. Elnur. Rahim. Şad oldum inşallah. Mən də Vaqif. Çox sağ olun. Məktəbi nə vaxt bitirmisiniz? Məktəbi 3 ildir. 3 il. Yəni bir qurtarmısınız da mənə elə gəlir. Lap yaxşı. Orta məktəbdə belə deyək, fəndən aranız necə olub? Oxumaqla ümumiyyətlə aranız necə olub? Oxumaqla aramız pis. Niyə? İndi Azərbaycan yarısı oxuyuruq. Sənin niyə aran pis olub? Cavanlıq dövrü idi ona görə. Aydındır. Bir neçə sual verə bilərəm sənə fənlərdən? Buyurun bəli. Deməli, ədəbiyyatdan başlamaq istəyirəm. Kim yaxşıdır ədəbiyyatın arası? Ən yaxşı kimlər? Elə sən yaxşı, gəl yaxın gəl. Sən elə mənə qalan sən olasan. Deməli, ədəbiyyatdan başla. Nizami Gəncəvin adını yəqin ki eşitmisən. Hara oldu? Gəncəli. Lap yaxşı. Bunun qardaşlar desən oxumayıblar amma Mirzə Ələkbər Sabirin adını eşitməmiş olmazsan. Eşitmişəm Haral olduğunu soruşmayacağım onun. Onunla soruşacağım adını. Mirzə Ələkbər Sabirin hansıdır bunun adı? Sabir. Sabir olar deyil. Sabir. Ələkbər. Deməli, keçək Azərbaycan dilinə. Mənə elə gəlir dil ədəbiyyat heç vaxt ayrılmır bir-birindən. Azərbaycan əlifbası. Neçə hərfimiz var, neçə səsimiz? 32 hərfimiz var, 16 da Neçə səsimiz var? Olacaq çətin getdi. 32 hərfimiz var. 16. Sizə düşün kömək edin də sizə. 16-dan yuxarıdır. 18. 22. Biraz da qaldıraq. 23. Bəli, oldu da. Ortalama 25, Allah xeyir versin. Və Çinlilər. Hər tərəf Çinlilərlə doldu. Onlar hansı dildə danışır? Çin, onlar yəqin ki, Yapon dilində olur. Okey, keçək coğrafiyaya. İndi hər yerdə eşitdiyimiz bir ad var, Dubay. Yəqin ki, bu ifadəni eşitməyən o yoxdur. Dubayın paytaxtı haradır? Birləşmiş Ərəb Əmirliyi Dubaydan paytaxtı. Birləşmiş Ərəb Əmirliyi. Dubayın paytaxtı Birləşmiş Ərəb Əmirliyi. Yox, Birləşmiş Ərəb Əmirliyi paytaxtı Dubaydır. Paytaxtı Dubay. Yaxşı, sonuncu bir sual. Musiqi. Yəqin ki, Azərbaycan gəncliyi bu dəqiqə konkret ürəyidir də musiqi. Musiqini bir dəqiqə sevməyən yoxdur. Sənin oran necədir? Bəli, pis deyil, normal. Neçə notumuz var? 7. Saya bilərsiniz olar? Necə? Saya bilərsiniz? Do, re, mi, fa, sol, la, si. Arda saya bilərsiniz? Yox, onu sayılmır. Bu gün vəbşə nə günüdür? Bugün Qurtuluş günü. Qurtuluş yoxsa dirçəlmişik? Dirçəlmiş. Qurtuluş yoxsa dirçəlmişik? Dirçəlmişik. Çox sağ olun, vaxtınızı aldım. Sağ olun. את חיי את מטלטלת נערה מוספין התרופה בלב הסערה נקראי בשמי אבוא מיד Я живу в Азербайджане, я люблю свою страну. Он хороший зимой и летом, но особенно весной. А слыхали вы охлопку красный госпелет? Целый башкин нашим родом, наши хлопцы в поле. А какой в Азербайджане крупный сочный виноград. Приезжайте, посмотрите, угостись вас буду рад. Saatlarımız artıq Bakı vaxtı ilə 10-a 10 dəqiqə qalıb. Bu isə o deməkdir ki, yəqin ki, bizim üçün bu günlük Bakıda, Targovu, Dənizkənar Milli Bulvar və bir sıra başqa ərazilərdə başladığımız çəkilişləri yekunlaşdırmaq vaxtıdır. Həqiqətən çox maraqlı bir gündəyik, çox belə deyək, şərəfli bir gündəyik. Qurtuluş günündə çəkilişlərimizi ilk olaraq start verdik. Mənə elə gəlir, radiomuz üçün də həqiqətən uğurlu bir gün olar, uğurlu bir start olar. Belə ki, çəkilişlərin əvvəlində artıq mən məlumat vermişdim ki, bu gündən ilk dəfə biz radio formatını genişləndirərək həm də video formata keçirik. Yəni daima səsini eşitdiyiniz, lakin üzünü görmədiyiniz DJ-lərin artıq üzünü görmək və onlarla canlı olaraq tət-tət ünsiyyətdə olmaq imkanına malik olacaqsınız. Düzdür, bu gün üçün bizim kameramızdan yan qaçanlar da çox oldu. Daha doğrusu deyərdim ki, yaxınlaşanlar az oldu. Bizim dəvət elədiklərimiz çox olsa da bizə yaxınlaşanlar az oldu. Amma ümid edirəm ki, gələn dəfədən etibarən özünü, dostlarını, yaxınlarını, bizim radioda görənlər, bizim səhifədə görənlər özləri də yəqin ki, bizə yaxınlaşacaqlar. Sadəcə olaraq izləmək üçün bizim radioya, o radio.az internet səhifəsinə daxil olmaq kifayətdir və yaxud da bizim
Facebookda izləyə bilərsiniz. Facebookda səhifəmizi bəyənmək üçün facebook.com/oradio.az səhifəsinə daxil ola bilərsiniz. Həmçinin YouTube'da kanalımız fəaliyyət göstərir. YouTube'da kanalımızda bütün çəkilişlər, bütün video çəkilişlər tamamilə montajsız formada yerləşdiriləcək və sizin ixtiyarınıza veriləcək. Odur ki, bizimlə qalın deyirəm. Bizi bundan sonra nəinki dinləyin, həm də görün deyirəm. Uğurlar arzulayıram hər kəsə. Bizimlə qalın, o radio ilə qalın. אני שלך ילדה